Qardaşlarım, əzizlərim, Ramazanda, heç olmasa Ramazanda telefonları atın bir kənara. Qur'anı götürün əlinizə. Zamanınızı boşa xərcləməyin. Qardaşlar, o 30 gün tez keçir. Sanki uçub gedir. Vallahi uçub gedir. Gələn Ramazana da kim ölə, kim qala. Bax biz Ramazana necə hazırlaşırıq? Ya da ümumiyyətlə heç hazırlaşırıqmı? Çoxumuzun bəlkə də heç yadımıza da düşmür, nəinki hazırlaşmaq. Nə bir cədvəl tuturuq, nə də başqa bir şey. Məsələn, birinci 10 günlükdə bunları edəcəm. İkinci 10 günlükdə bunları edəcəm və yaxud da üçüncü 10 günlükdə də bunları edəcəm. Xeyr, heç bu haqda düşünmürük. Elə ancaq boş-boş danışırıq. Vallahi, keçən Ramazanda yanımızda olan qardaşların artıq çoxu yoxdur. Bizim də gələn Ramazanı görə biləcəyimizə dair bir zamanət yoxdur, qardaşlar. Biz neynirik axı? Ramazanda ancaq suxur və iftarı düşünürük. Nə bişirək, nə yeyək, vəssalam. Başqa da bir şey düşünmürük. Bizim üçün Ramazan elə ancaq bundan ibarətdir. O restoran sənin, bu restoran mənim. Sanki Ramazan ayı böyük bir ziyafət ayıdır. Subhanallah. Qardaşlarım, şeytan 11 ay işləyir üzərimizdə və bir ay tətilə çıxır Ramazanda və kənarda da oturub bizə baxıb gülür. Çünki biz hələ də günah işləməyə davam edirik. Bu nəyə bənzəyir bilirsinizmi? Xarab ventilatoru əlinlə fırladırsan, sonra əlini çəkirsən, o hələ də fırlanmağa davam edir. Dostum, şeytan bizi bu 11 ay ərzində elə fırladıb ki, nəinki bir ay, daha gələn Ramazana kimi fırlanarıq. İndi də mən belə danışanda mənə deyirlər ki, sən kobudsan. Heç mi istirahət edə bilmərik biz? Yaxşı qardaşım, sizə anladığınız dildən danışacağım. Təsəvvür et ki, yaşadığın ölkənin mərkəzi bankından sənə zəng gəlir. Deyirlər ki, dostum, sən bugün qalibsən. Məhz səni seçmişik. Bugün pullarla, qızıllarla dolu olan kassanı açırıq sənin üzünə. 2 saatlıq. Nə apara bilsən sənindir. Görürəm artıq bəziləriniz gülürsünüz. Yəni 2 saat nədir ki, mənə yarım saat da bəsdir. Lap bankın aboyunu da sökərəm. Çünki məsələ puldur, dostum. Çünki mən də zəng vuracam bütün nəsil nəcabətimə, kamazlarla, meşoklarla gəlin vaxtı azdır. İndi sənə sual verirəm dostum. Bankın kassasındasan. 2 saat da vaxtın var. Telefon qurdalayarsanmı? Instagrama girərsənmi? Orada WhatsApp mesajlarına baxarsanmı? Qoy bir baxım görüm sonra davam eləyərəm deyərsənmi? Bəlkə mən başı xarabam, nəsə anlamıram, cavab verin də. Bank sənə 2 saat vaxt verib. 2 saat. Mən sənin yerinə cavab verim də dostum. Heç anan zəng vursa açmazsan. Arvad uşağın zəng vursa açmazsan, vaxt azdır deyə. Aç danış da, Instagrama da gir də.